Yazın gözəl səhərlərindən birində kənd Qurban Bayramına hazırlaşırdı. Hər tərəfdə sevinç, gülüş və bayram həyəcanı hiss olunurdu. Kənd sakinləri bayram süfrələri hazırlayır, uşaqlar həyətləri bəzəyir, hər kəs birlikdə gözəl günə hazırlaşırdı. Amma balaca ağ quzu çox qorxmuş görünürdü. Səsküylü bayram onu biraz həyəcanlandırmışdı. Canavar böyük olsa da ürəyi çox yumşaq idi. O balaca quzuya sakitcə yaxınlaşıb onu qorxutmamağa çalışdı. Kənd meydanı bayram bazarına çevirmişdi. Hər tərəfdə şirniyyatlar, oyuncaqlar və sevincli insanlar görünürdü. Amma canavarın böyük olması bəzən çətinlik yaradırdı. Uzun dentlər onun qollarına dolaşınca hər kəs gülməyə başladı. Bayramın ən gözəl hissəsi paylaşmaq idi. Dostlar şirniyyatları uşaqlarla bölüşərək hamını sevindirdilər. Biraz sonra kənd meydanında musiqi sədaları eşidildi. Sazın və nağaranın səsi bütün kəndə yayılmışdı. Canavar ehtiyatla rəqs etməyə başlayanda uşaqlar sevincdən alqışladılar. Onun böyük addımları hamını güldürürdü. Axşam yaxınlaşdıqca böyük bayram süfrəsi açıldı. Hamı birlikdə oturub bu gözəl günü qeyd edirdilər. Uşaqlar canavara xüsusi çiçək tacı hədiyyə etdilər. Artıq kənddə heç kim ondan qorxmurdu. Beləcə Qurban Bayramı sevgi, dostluq və birlik içində sona çatdı. Yaz gecəsinin sakitliyində kənd yenə xoşbəxt görünürdü. Cırtdan və canavar ilə yeni macəralarda görüşənə dək.